Salam əziz 9-cu siniflər. Bugün Vahid Mustafayevin 9-cu siniflər üçün hazırladığı sınaqlara baxırıq. İlk sınaqdan başlayaq. Birinci sualımıza nə deyir? 2 ardıcıl cüt ədədin əkob və əbobunun cəmi 62 olarsa. 2 ardıcıl cüt ədədin biz bilirik ki, əbobu hər zaman 2-yə bərabərdir. Əkobu isə həmişə hasilin yarısına bərabər olur. Biz bu qayda ilə yola çıxsaq, onda belə çıxır ki, x vurulsun y bölü 2 üstəgəl 2, yəni əkob və əbobunun cəmi bərabər olmalıdır 62-yə. X vurulsun y bölü 2 bərabərdir 62-dən bu 2-ni çıxsaq olur 60. Onda x vurulsun y nəyə bərabərdir? 60-ı 2-yə vursaq 120. Biz yine düşünürük ki, hansı 2 ardıcıl cüt ədəd tapmalıyıq ki, hasili 120 olsun. Burada biraz seçme sunanda istifadə edə bilərik. Bu ədədlərimiz olacaq 12 ilə 10. Həqiqətən də 12-ni 10-a vuranda bizə 120-ni verir. Ardıcıl cüt ədəddir, bəli, 12 ilə 10 ardıcıl cüt ədəddir. Bizdən kiçiyini istədiyinə görə cavab olacaq C variantı. İkinci sualımıza baxaq. N-in neçə natural qiymətində n üstəgəl 12 bölü n ifadəsi qiyməti natural ədəddir. N-də natural olmalıdır, ifadənin qiyməti də natural olmalıdır. Yəni biz burada tam ədədlərdən və kəsrlərdən danışa bilmərik. Bu tip suallarda ən yaxşı odur ki, sərbəst hədd və məxrəcə baxmaq. Yəni bizə lazımdır 12 bölü n ifadəsinə baxmaq. Əgər 12 bölü n-in biz natural olmağını istəyiriksə, belə çıxır ki, n 12-nin bölənləri olmalıdır. 12 ədədlə bölənləri hansılardır? 1, 2, 3, 4, 6 və 12. Neçə bölən oldu? 1, 2, 3, 4, 5, 6. 6 böləni var. Deməli, doğru cavab Y variantı. Üçüncü sualımıza baxaq. Adi kəsirin surətini dəyişmədən məxrəcini 4 dəfə azaltsaq. Biz bilirik ki, kəsirin qiyməti kəsirin surətindən düz asılı olur, məxrəcindən tərs asılı olur. Bu nə deməkdir? Əgər kəsirin surəti artarsa, kəsirin qiyməti də artır və ya azalırsa azalır. Məxrəclə tərs asılı olmaq o deməkdir ki, məxrəc artanda azalır, azalanda artır. Bizdən usta surət dəyişmir, bizə maraqlı deyil. Məxrəci 4 dəfə azaldır. Biz dedik ki, məxrəcdən tərs asılıdır. Onda kəsirin qiyməti 4 dəfə artar. Doğru cavab Y variantı. Dördüncü suala baxaq. Aşağıdakı ədədlərdən hansının əksi ilə tərsinin cəmi sıfırdır? Ümumiyyətlə bu tipli suallarda əksi ilə tərsinin cəminin sıfır olması xüsusi haldır. Burada ancaq söhbət gedə bilər. Ya 1-dən ya da mənfi 1-dən. Çünki 1-in tərsi 1-dir, əksi mənfi 1-dir. Həmçinin mənfi 1-ə də bu qayda keçərlidir. Doğru cavab olacaq D variantı. 5-ci suala baxaq. 0,2 dövrdə 6 hissəsi 120 olan ədəd. Birinci biz 0,2 dövrdə 6-nı adi kəsirə çevirək. Çevirmə zamanı biz bilirik ki, mörtəzənin içindəki ədədlərin sayı qədər məxrəcə 9, vergüllə mörtəzə arasındakı ədədlərin sayı qədər 0 yazılır, olur 90. Surətə də yazırıq 26 çıx, bu ortada olan ədəd həmişə çıxılır. 26-dan 2-ni çıxırıq. Olacaq 90-da 24. İxtisarlarımızı aparsaq, 90-dan 24, 2-yə birinci ixtisar aparsaq, qalacaq 45, surətdə qalacaq 12. 45 ilə 12 yenidən 3-ə ixtisar gedir. Burada qalar 4, burada qalar 15. Yekun cavabımız olur 15-də 4. 15-də 4 hissəsi 120 olan ədəd deyirsə, hissəsinə görə ədədi tapanda, ədəd burada 120-dir. Ədədi hissə göstərəndə də bölürük. Yəni 120-ni bölmək lazımdır 15-də 4-ə. Bölmə zamanı birinci olduğu kimi qalır. Bölmə olur vurma, ikinci tərsinə çevrilir. Olur 4-də 15. Burada hesablamamızı aparaq. Qarışdırmamaq üçün bunu məxrəcinə mütləq 1 yazaq, sonra ixtisarlarımızı aparaq. 4-ü 4-ə bölərək 1, 120-ni 4-ə bölərək 30. 30-u da 15-ə vuranda cavab olur 450. Mən tapdım 450. Bizə yekunda nə istəyir? 450-nin 40%-ni istəyir. 450-nin də 40%-ni tapanda ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. 450-ni vuracam 40-a, böləcəm 100-ə. Bu 0-la bu 0 ixtisar gedir, bu 0-la bu 0 ixtisar gedir, qalır 45 vur 4. Bu da cavab yekunda olacaq 180. Doğru cavab Y variantı. 6-cı suala baxaq. M-in hansı natural qiymətində verilən ifadənin cəmi tam kvadrat olar? Deməli, burada müxtəsər format üsulu düzəltmək lazımdır. Tam kvadrat deyəndə A üstəgəl B ifadəsinin kvadratını nəzərdə tutur. Bu düsturun açılışı necədir? A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat. Deməli, burada diqqətli oluruq. 2 üstü 6 nəyin kvadratıdır? 2 üstü 3-ün. Onda Nəyə görə bunu düşündük? Baxın, 2 üstü 3-ün ümumi kvadratı bizə nə verir?
2 üstü 6. Buradan bunu nəzərə aldıq. Əgər 2 üstü 3-ün kvadratsa birinci olacaq 2 üstü 3. Bu 2 üstü 9-un içindən 3 dənəsini atırım, qalır 6 dənəsi. Gəlin bunu burada belə yazaq bir saniyə. Aha, 2 üstü 6-nın yerinə yazacağım 2 üstü 3-ün ümumi kvadratı. Üstə gəl. 2 üstü 9 2AB hissəsində dayanıb düsturun. Ona görə yazacağım 2 vur 2 üstü 3, hansı ki bu 2 üstü 3 vurulsun. Axı bizə 9 lazımdır. Bunun qüvvəti 1-dir, bunun qüvvəti 3-dür. 4 dənəsini işlətdim, geriyə 5 dənəsi qalır. Deməli, burada 2 üstü 5 yazılmalıdır. Onda mən bu hissədə 2 üstü 5-in kvadratını yazmalıyam. Bizə lazım olan baxın budur. 2 üstü 5-in də kvadratı 5-i 2-yə vururuq, olur 2 üstü 10. Bizdə də 10-un yerində m dayanıb. Deməli, m bərabərdir 10-a. Doğru cavab olacaq B variantı. 7-ci suala da elə buradan baxaq. 7-ci sualımızda nə deyir? İfadəsində vurğu kök işarəsi altına daxil edin. Burada diqqətli olduğumuz məqamlar var. Burada kökün altında olan mənfi işarəsindən bizim işimiz yoxdur. O mənfi olduğu kimi qalacaq. Ona biz qarışa bilmərik. Bizim təsir alacağımız nədir? Burada mən B-ni salacağım kök altına salmağına. Kökün dərəcəsi yazılması da 2 var. Biz bilirik ki, kökün xaricində olan ədəd kökün altına daxil olanda kökün dərəcəsini götürür. Yəni B kvadratı kimi girəcək kökün altına. Burada diqqətli olduğumuz hissə odur ki, mənfi kökün xaricində qalacaq. Bu mənfi ilə işimiz ola bilməz. Mənfi qalır kökün xaricində. Yazacağım. Mənfi B kökün içində öz yerində. Bu B gəlir B kvadratı kimi girir kökün içinə. Aha, yenə mənfi kökün xaricində qalır. İçəridə olacaq. B-ni B kvadratına vuranda olur B-nin kubu. Doğru cavab da elə bu formada olacaq. Mənfi B və mənfi B-nin kubu kök altında. Cavab Y variantı. 8-ci sualımıza baxaq. A və B çoxluqları üçün A-nın B-dən fərqli elementlərinin sayını verib bizə 8. Lap yaxşı. A-nın B-nin kəsişməsinin sayını verib 3. Qabağında bilir ki, kiçik en yazılma sayını göstərir. B-nin A'dan fərqli elementlərini verib 11. Bizdən birləşməni istəyir. Birləşməni, baxın bu düsturdur. Bunu qeyd edin bir kənarda. Bizə lazım ola bilər. Birləşmə bərabərdir. A-nın B-dən fərqli elementlərinin sayı. Üstə gəl. B-nin A-dan fərqli elementlərinin sayı və üstə gəl kəsişmə. A-nın B-nin kəsişməsi. Bu düstura əsasən geçsəm, mən onda birləşməni tapanda A-nın B-dən fərqli elementlərin sayı 8-dir. 8 üstə gəl. B-nin A-dan fərqli elementlərin sayı 11-dir. Və kəsişmənin sayı da 3 veriblər. Bunların hamısını toplayacağım. Doğru cavab olacaq 22. A variantı. 9-cu suala baxaq. K-nın hansı qiymətində, baxın diqqətli olaq bu tip suallarda, K modul X çıxılsın KX ifadəsi deyir 1-ə bərabər olar. Və deyir ki, bunun hansı qiymətində tənliyin həlli var. Burada əgər biz düşünsək ki, bir hala baxsaq ki, tutaq ki, deyirəm ki, X müsbətdir. Fərz edirəm ki, X müsbətdir. Müsbət halını düşünsək, onda modul olduğu kimi qalacaq. Misal olacaq belə, KX çıxılsın KX, onda bizə bu 0 verməlidir. Əgər X müsbət olsa. Əgər X mənfi olsa, bu mənfi, əgər modulun içi mənfidirsə, biz bilirik ki, mənfini qarşı yatırıq. Olacaq mənfi KX çıxılsın KX bərabərdir 1 olması üçün bu halı nəzərə alırıq. İndi bu olacaq mənfi 2KX bərabərdir 1. Biz buradan KX-i tapsaq, 1-i mənfi 2-yə bölürük, mənfi 2-də 1. Burada onda belə çıxır ki, bu halın doğru, axı biz X-i mənfi tapmışıq. X-imiz mənfidir biz bilirik. Əgər X mənfidir və cavabın da mənfi olması üçün, onda K məcburdur müsbət olsun. Çünki müsbəti mənfiyə vuranda cavab mənfi eləyər. Ona görə K müsbətdir. K müsbət olacaq B variantı. Gedək 10-cu suala. Nə deyir 10-cu sualda? Kater A məntəqəsindən B məntəqəsinə 3 saata gedir. Aha, və 4 saata qayıdır. Sal bu məsafəni neçə saata gedər? Bunların ən yaxşı qaydası belə yadda saxlayın, hasilini götürməkdir. 3-ü 4-ə vururuq, ortalama 12 saat olacaq. Gələk 11-ci suala. 11-ci sualda nədə diqqətli oluruq uşaqlar? Çox sadə sualdır, çox mürəkkəb sual deyil bu. Burada hər bir hasili 0 verilibsə, deməli hər mörtəzə, birinci mörtəzədə, ikinci mörtəzədə 0 imiş ki, 0-ı 0-a vurub cavab 0 alıblar. Onda mən
Birinci yazacağım x çıxılsın 3 bərabərdir 0 və həmçinin y üstəgəl 4 bərabərdir 0 yazacağım. Buradan x-i tapsaq 3-ə bərabərdir, buradan y-i tapsaq -4-ə bərabərdir. X ilə y-in qiymətlərini tapdıq. 3-ün kvadratı üstəgəl -4-ün kvadratı olacaq bizim misal. 3-ün kvadratı eləyir 9, üstəgəl -4-ün kvadratı 16. Hər ikisini toplasaq olur 25. Biz doğru cavab tapdıq 25. Aha, bizdən onsuz 25-i vermişdilər. Bizdən x üstəgəl y-in ən kiçik cəmini istəyir. 3 ilə də -4-ü toplayaq. Biz bilirik ki, biri müsbət, biri mənfidirsə, əks işarələr çıxılır. -4-dən 3 çıxanda cavab olacaq -1. Doğru cavab B variantı. 12-ci sualımıza baxaq. 2 ədəddən kiçiyi, bu ədədlərin ədədi ortasından 9 vahid kiçik, böyüyü isə həndəsi ortasından 12 vahid böyükdür. Bu tip suallara vaxt itirməyə dəyməz. Onsuz da suallar o qədər sadə düşdü ki, inanmıram bu tip sual düşsün. Vahid mənim 5-ə salıb bu sualı, amma çox güman ki düşməyəcək. Baxmağa ehtiyac yoxdur. Gələk 13-ə. M2-5 nöqtəsi parabolası üzərindədir. Biz bilirik ki, mötərizədə birinci verilən x-i, ikinci verilən y-dir. X-ların yerinə 2, y-lərin yerinə -5 yazacağım. Olacaq -5 bərabərdir. X-ların yerinə 2 qoyuram. 2-nin kvadratı çıx, a vur 2, çıx 5. Bunu həll edirik. Tənliyin hər tərəfində -5 var. -5-lə islah gedəcək. Qalacaq burada 0. 2-nin kvadratı 4. 4 çıxılsın 2a bərabər olmalıdır 0-a. Biz buradan 2a-nı tapsaq 4-ə bərabər olmalıdır. A-nı da tapsaq 4-ü 2-yə bölərək 2. A-nı tapdıq 2. A-nı 2 tapandan sonra gətirib tənliyimdə A-nın yerinə 2 yazıram. Y bərabərdir x kvadrat çıx 2x çıx 5. Bizdən təpə nöqtələrinin koordinatlarını istəyir. Təpə nöqtələrinin koordinatlarını tapanda birinci m-i tapırıq. M bərabərdir. M x0 deməkdir. Yəni birinci x-i tapmış oluruq. Düstur belədir. -b bölünsün 2a. -b budur. Müsbət 2 götürürük. Bölünsün 2 vur. Əmsal burada 1-dir. 2-ni 1-ə vururuq. 2-ni də 2-yə böləndə cavab olacaq 1. Y0-ı tapmaq üçün, yəni digər təpə nöqtəni tapmaq üçün aldığımız bu 1-i aparıb x-ların yerinə yazırıq. Yazacağım 1-in kvadratı çıx, 2 vur 1, çıx 5. -2, -5 eləyir -7. -7-nin üstünə bu 1-i gələndə cavab olacaq -6. Mənim cavabım olur 1 və -6. Doğru cavab C variantı. Baxaq 14-cü suala. Baxın, burada şərtdə qoyub ki, alfa betadan böyükdür, beta da gammadan böyükdür. Əgər alfa böyükdürsə, alfanın qabağında A tərəfi dayanıb. Deməli, A ən böyüdür. Alfa betadan böyükdür. Beta'nın qabağında nə dayanıb? B tərəfi. Deməli, A böyükdür B-dən. O da böyük olacaq C-dən. Böyük bucaq qarşısında böyük tərəf dayanır. Hansı bucaq böyükdürsə, onun tərəfi böyük olmalıdır. Onda bizə verilib birinci A çıx C. Axı A C-dən böyükdür. Onda A çıx C ifadəsi müsbətdir. Yəni modul olduğu kimi açılacaq. C çıx B. C B-dən kiçikdir. Kiçikdən böyük çıxanda mənfi olmalıdır. Əgər modulun içi mənfidirsə, tərəflər yerini dəyişəcək. C çıx B yox. Biz yazacağıq B çıx C. Çıxılsın. B A-dan kiçikdir. Tərəflər yerini dəyişməlidir. Mənfi olduğuna görə A çıx B olmalıdır. Sadəcə qarşıda mənfi var. Bu mənfini nəzərə alacağım. Olacaq mənfi A üstəgəl B. Bu mənfiyə təsir göstərdi. Aha, baxaq görək indi nə alınır. Müsbət mənfi A islah gedir. Müsbət B eləyəcək müsbət 2B, mənfi C, mənfi 2C. Doğru cavab da olur 2B çıx 2C. D variantı. Deməli, 15-ci suala baxaq. Radiusu 7,5 cm olan çevrənin mərkəzindən AB vətərinə qədər olan məsafə 4,5-dir. AB-ni tapın. Deməli, radiusu bizə verib 7,5. Mən buradan bura qədər birləşdirirəm. Bu mənim olar birinci radiusum. Uzunluğu da 7,5-dir. Buradan da məsafəni verib bizə 4,5. Burada məsafə dediyinə görə düzbucaqlı üçbucaq əmələ gəlir. Biz bu hissəyə x desə əgər, Pifaqor teoremi tətbiq edəcəm. X-in kvadratı üstəgəl 4,5-in kvadratı Pifaqor teoreminə görə bərabər olmalıdır hipotenuzun kvadratına, yəni 7,5-in kvadratına. Burada x kvadratını tapmaq üçün 7,5-in kvadratından çıxmaq lazımdır 4,5-in kvadratına. Çıxma zamanı burada müxtəsər tətbiq edə bilərik. Bir dəfə yazarıq 7,5 çıx 4,5.
Bir dəfə də cəmi yazarıq. 7,5 üstəgəl 4,5. 7,5-dən 4,5 çıxanda qalır 3. Toplayanda isə eləyir 12. 3 vur 12 bizə verir 36. X kvadrat bərabərdir 36. Onda x özü nəyə bərabərdir? 6-ya. Deməli, x-i tapdıq 6. Bu yarı hissəsi 6-dır, digər yarısı da 6-dır. Ümumi AB-nin uzunluğu olacaq 12. Doğru cavab A variantı. 6 bucaqlının perimetri 40 cm verib. 6 bucaqlının perimetrini 40 cm veribsə, bütün tərəflərin cəmi 40-a bərabər olmalıdır. X, 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 X. 4 dənə X var. Yazıram 4X üstəgəl. 2Y, 2Y. O da eləyir 4Y. Bərabərdir 40-a. Hər tərəfi 4-ə bölsəm, X üstəgəl Y bərabər olacaq 10-a. Bizdən də bunu istəyirdi. Doğru cavab B variantı. 17-yə baxaq. A parametrin hansı qiymətində kvadrat 3 ədilsə həmişə müsbətdir. Həmişə müsbətdir əgər bizə deyirsə, birinci növbədə nə etmək lazımdır? Baxın, həmişə müsbətdir söhbəti görəndə diskriminant kiçikdir 0 həll eləsəz doğru alınacaq. Tənliyimiz x kvadratçıq 6x üstəgəl a-dır. Diskriminantı kiçikdir 0 həll eləmək lazımdır. Birinci diskriminantımızı tapaq. Biz bilirik ki, x kvadratın əmsalı a-dır, x-in əmsalı b-dir, sərbəst c-dir. Düstur belə idi, b kvadratçıq 4ac. Gəlin bunu tətbiq edək. Diskriminant bərabərdir 6-nın kvadratı çıx 4 vur 1 vur a. Kiçik olmalıdır 0-dan. 6-nın kvadratı eləyir 36. Mənfi 4a qalsın. 36 keçər digər tərəfə. Olar mənfi 36. Bərabərsizlik işarəsinin qabağında mənfi işarəsi varsa işarələr dəyişməlidir. 4a böyükdür 36 olacaq mənfiyə görə. Və hər tərəfi 4-ə bölsəm a böyükdür 9-dan. 9-dan böyüklər 9-dan müsbət sonsuzluğa deməkdir. Doğru cavab Y variantı. Baxaq 18-ci sualımıza. Bu tip suallar lazım olmaz. Çox güman ki düşməyəcək, baxmağa dəyməz. Düz xətt üzərində olan 8 nöqtənin əmələ gətirdiyi parçaların sayı. Bu düşə bilən suallardan biridir. Parçanın say düsturu n vurulsun n-1 bölü 2-dir. Əgər 8 nöqtə varsa n-lərin yerinə 8 qoyuram. 8 vurulsun 8 çıx 1 bölü 2. 8-dən 1 çıxanda 7 eləyir. 8-i 7-yə vursam 56, 56-nı 2-yə bölsəm 28. Parçaların sayı oldu 28. Şuaların sayını tapanda 2 vur n-dir düstur şua sayı üçün. n 8 olduğuna görə 2-ni vururam 8-ə, cavab olur 16. Deyir, neçə faizdir dediyinə görə parçaların sayını, baxın, burada kiçik böyüyə bölmək deyə bir şey yoxdur. Bizdə birinci parça dediyinə görə parçanın sayını şuanın sayına bölüb 100-ə vururam. 100-ü 4-ə bölərəm 25. 16-nı 4-ə bölərəm 4. 4-ü 4-ə bölərəm 1. 28-i 4-ə bölərəm 7. 7-ni də 25-ə vuraq. 35, 14, o da 3 yadda. 17, 175. Doğru cavab A variantı. Ehtiyacı yoxdur. 21-ə baxaq. Uyğun hündürlüklər nisbəti 1-3 olarsa, oxşar üçbucaqların sahələrini tapın. Əgər bir sualda sahə istəyirsə, verilən ifadəni kvadrata yüksəldirik. 1-in kvadratı. Baxın, uyğun hündürlüklər nisbəti. Deməli, H1-in H2-yə nisbəti. Birinci bu qaydanı verim sizə. Kvadratı bərabər olmalıdır S1 bölü S2-yə. İndi bizə H1 bölü H2-ni bizə verib 1 bölü 3. Bunu biz kvadrata yüksəltməliyik ki, sahəni tapaq. 1-in kvadratı 1-dir, 3-ün kvadratı 9-dur. Doğru cavab olmalı 1 bölü 9. Yazacaqsınız 1 bölü 9. 23-ə baxaq. Kubun həcmi 8-dir, onun səthin sahəsini tapın. Kubun həcm düsturu. Kubun həcm düsturu V hərfi ilə işarə olunur və düstur A kubudur. A kubu əgər 8-ə bərabərdirsə, onda A bərabərdir 2-yə. Çünki 2-nin kubu 8 edir. Bizdən səthinin sahəsini istəyir. Əgər səthin sahəsi deyirsə, burada tam səthdən söhbət gedir. Tam səthin sahə düsturu S tam bərabərdir, düstur belədir. 6 vur A kvadrat. Əgər yan səthi istəsəydi, S yan bərabərdir 4A kvadrat. İndi bizdən tam səthdən söhbət gedir. A-nı yerinə gətirib 2 yazacağım. 6 vurulsun 2-nin kvadratı. 2-nin kvadratı eləyir 4. 6-nı 4-ə vuranda 24. Doğru cavab olacaq 24 metrin kvadratı. 24-ə baxaq. Kvadratın sahəsi 18 olarsa onun diaqonalını tapın. Kvadratın sahə düsturu biz bilirik ki S bərabərdir A kvadratdır.
və deyir bərabərdir 18-ə. Biz buradan A-nı tapsaq, kök altında 18 almış olarıq. Əgər 18 seçeneğin kvadrat deyilsə, biz onu köklə ifadə edirik. Kökdə 18. Kvadratın diagonal düsturu D bərabərdir. A kökdə 2-dir. Bizdə A nəyə bərabərdir? Kökdə 18-ə. Kökdə 18-i vuracam kökdə 2-yə. Bu da bərabərdir. Kökdə 18-i kökdə 2-yə vuranda olur kökdə 36. Kök altında 36-dan da çıxacaq 6. Doğru cavab 6-dır. 25. Məsələn, bu qədər. Ümid edirəm ki, faydalı olar. Digər sınaqda çəkib atacağım uşaqlar.